Salamlayıram sizləri, dəyərli könül dostlarım, necəsiz dəyərli izləyicilərim. Bugün sizlər üçün sevdiyiniz şəxslərin düşüncələrində sizinlə bağlı nələr var, anlıq enerjilərdən. Bu arada aktiv bürcləri də sizlər üçün söyləyəcəm. Anlıq enerjilərdə sevdiyiniz şəxslərin düşüncələrində, fikirlərində, şuur altında sizinlə bağlı nələr var? Bu münasibətdə sizləri nələr gözləməkdə və münasibətin gedişatı necə davam eləyəcək? Bunları sual olaraq verəcəm bu iki gözəl, möhtəşəm dəstəmizə. Rumi dəstəsi ilə olacaq seansımız. Enerji dəstəsindən də dəstək alacağıq. Dəyərli xanımlar, niyyətlərinizə odaqlanırsınız. Əlbəttə ki, hər zamanki kimi mən sizə keçid alıram yorumlamaq qisminə. Odaqlanırsınız, sevdiyiniz şəxsləri düşünün, o insanların adını 3 dəfə səsləndirin, ruhunuzda, qəlbinizdə o insanları hiss etməyə çalışın. Baxaq görək, sevdiyiniz şəxslərin anlıq düşüncələrində sizinlə bağlı nələr var, nə düşünür bu insanlar sizinlə bağlı? Sevdiyiniz şəxslərin sizə qarşı düşüncələrində nələr var? Məni izləyən dəyərli izləyicilərin, sevdiyi şəxslərin onlarla bağlı düşüncələrində nələr var? Bütünün xeyrinə niyyətlənirəm. Əlbəttə ki, aldım, qəbul etdiyim yazmağı unutmayın. Durumunuza görə baz alın. Bu ümumi seansdır, nəzərinizə çatdırın. Hər kəlməsi sizə aid olmaya bilər. Çünki burada hər bir münasibətə uyğun olan nüanslar var əlbəttə ki. Aha, möhtəşəm enerji dəstəmizdən, eyni zamanda bu gözəl Rumi dəstəmizdən soruşaq, baxaq, görək. Sevdiyimiz şəxslər bizimlə bağlı anlıq düşüncələrində nələr var? Nələr var? De görək. Nə hiss edirsən mənim dəyərli izləyicim haqqında düşüncələrin nələrdir? Vay, vay, vay. Dəyərli xanımlar, bunu öncə nəzərinizə çatdırmaq istəyirəm ki, insanların sanki həyatında bir, necə deyim, blokaj var. Yəni qoyub gedə bilmədiklər. Sanki bir düşünün ki, bu insanın ayaqlarında zincirlər var və bu çıxa bilmir. Əlləri bağlıdır, ayaqları bağlıdır və çıxa bilmir. Bir vəziyyətin içində məhbus vəziyyətindədir. Ya bir vəziyyət var, burada ola bilər bu insanın ailə məsələsidir, ya ola bilər ki, bu insanın həqiqətən problemləri var. Hansı ki, buradan çıxa bilmir. Hansısa bir əyləmə keçmək düşüncəsi olsa belə zaman-zaman bu insan narahatçılıqlarla davam edir və narahat enerjilərdə aktivləşir. Mən bir kart da almaq istəyirəm. Aha, məncə indi tam-tamına yerinə düşdü, hər bir şey yerinə aldı. Ağlınızda Qoç bürcü, Oxatan bürcü, Oğlaq bürcü, Buğa bürcü aktiv ola bilər. Bunu öncəliklə nəzərinizə çatdırın. Bu arada Əkizlər bürcünün də aktivliyi var. Ağlınızda bu bürclər ola bilər. Siz özünüz bu bürclərdən ola bilərsiniz. Fərqi yoxdur. Qeyd etdiyim kimi bunlar aktiv bürclərdir. Bütün bürcləri izləyə bilər, dinləyə bilər. Mən aktiv hiss etdiyim, hal-hazırda anın enerjisində hiss etdiyim xanımlar və bəyləri burada söyləyirəm. İnsan deyir ki, mən deyir səninlə bağlı, yəni münasibətdə hər zaman dəngə arayışında oldum. Yəni sanki birimizdən nələrsə üstünüydü, birimizdən nələrsə daha bir aşağıda. Yəni birimiz daha üstdəydik, birimiz yəni bir münasibətdən qidalana bilmirdik. Yəni burada insan özünü də baz ala bilər, sizi də baz ala bilər. Yəni bir tərəf deyir sürekli verici bir tərəfdədir və digər tərəf sürekli alır, amma münasibətə heç bir qatqısı, heç bir necə deyim, dəyəri yoxdur burada. İnsan sürekli sizinlə
dəngə probleminin olduğunu burada söylüyor. Çox deməli ki, sizi qınayan insanlardır. İnsan fikirləşir ki, yəni siz bu münasibətə heç nə qatmırsınız, yəni heç nə vermirsiniz bu münasibətə. Belə düşünə bilən partnyorunuz ola bilər. Amma aranızda əgər cinsəllik olubsa, güclü tutqular, istəklər, şəhvət hissi olubsa, bu insanlar bəli, bunu sizə qarşı arzulayır. Əgər olmayıbsa belə sizi bu cür arzulaya bilər, belə sizi istəyə bilər. Amma mən sizə deyim ki, burada münasibət baxımından əsas aktiv olan münasibətlər cinsəlliklə bağlı. Yəni sanki bir-birinə bağlılıq, bir-birinə necə deyim, ailə olan izləyicilər də ola bilər. Həqiqətən də burada evli olan cütlüklər də ola bilər. Yəni bir-birinizə bədənsel olaraq tamamlanma, bədənsel olaraq bir-birini istəmə, arzulama potensialının güclü olduğunu sizə söyləyə bilərəm. Amma və lakin digər hallarda da, yəni partnyorunuz sizi arzulaya bilər, yəni sizi düşünə bilər və sizi arzu edə bilər. İkili zaman dilimində görüşlərinizin aktiv olduğunu sizə söyləyə bilərəm. Ya görüşəcəksiniz, ya da əgər uzaqlıq və məsafə varsa belə, zaten burada görüşlərin aktivləşəcəyini sizə söyləyə bilərəm ki, burada mən çox güclü ayrılıqlar görmürəm. Ola bilər ki, sizin aranızda bir balaca mübahisələr var. Çox izləyicilərim üçün də ola bilər ki, heç o mübahisələr də yoxdur. Yəni biraz soyuqluq ola bilər. Ya da bu insan zaten alışqındır ki, get-gəlli münasibəti davam eləsin. Yəni 2 gün var, 3 gün yoxdur, 3 gün var, 5 gün yoxdur. Yəni belə bir münasibətin potensialı ola bilər sizin aranızda. Amma insanın burada dediyim kimi, yəni insan deyir ki, bir balaca ayrıldığımız zaman belə, uzaqlaşdığımız zaman belə, sanki deyir bu yenilənmə və dinlənmə üçün bizim üçün uğurlu bir dönəmdir və deyir bu dönəmi də biz bir-birimizə məsafəli olaraq dəyərləndirə bilərik. Yəni bəzən deyir uzaqlaşmaq hər ikimiz adına daha yaxşıdır. Yaxşıdır bu anlamda ki, o münasibətdəki mən ki bayaq sizə söylədim, dəngə probleminin olduğu, bəli, bu dəngənin deyir bərpa olması üçün əslində deyir bu ayrılığın, bu uzaqlığın, bu məsafənin bizim üçün pozitiv anlamda, yəni bizə qatqısı var. Çünki insan aranızda olan soyuqluqlardan çıxartdığı anlam budur ki, fərqi yoxdur. Məni izləyən hal-hazırda dəyərli xanımlar, bəylər izləyirsə də belə fikirləşir ki, insan, yəni aramızda deyir bu ayrılıq varsa, bu soyuqluq daha doğrusu varsa, yaranırsa, ola bilər ki, biz bir-birimizi çox sevmirik. Bəlkə bizim aramızda sırf ehtiraslardır, cinsel arzulardır, tutqu və şəhvət hisslərdir. Yəni bunun çözümü üçün burada insanın çünki yaşadığı dəngəsizliklər əsasında bununla bağlıdır. Mən deyir sənə qarşı əyləmə keçdiyim zaman, sənə qarşı yol aldığım zaman tamam, ruhumu nəşələndirirsən, səninlə tamamlanıram, amma içimdə bir narahatçılıq olur. Sanki mən aid olduğum yerdə deyiləm və yaxud da bəlkə də sənə qarşı özümü yetərsiz hiss edirəm. Sənə qarşı aldığım hər bir yolda mən bir narahatçılıq içində oluram. Eyləmə keçdiyim anda qərarsızlıqlar başlayır. Acaba ora aidəmmi, sənə aidəmmi, bu münasibət bizim üçün uğurludurmu, mən bu münasibəti yaşamalıyammı deyə düşüncələr çox beynimdə deyir, sürəkli gedir gəlir və mən deyir, bundan dolayı sənə odaklana bilmirəm. Və burada dediyim kimi, ailəli məni izləyicilər izləyirsə, ola bilər ki, yoldaşınız zaman-zaman sizdən məsafəli olmaq istəyir. Bunu da burada siz tarazlaya bilərsiniz, siz bərpa edə bilərsiniz. Sevgi varmı dediyimiz zaman, açığı deyim ki, burada sevgidən ziyadə bir-birinə bağlanan insanlar, biraz məcburiyyətdən dolayı bir bərabər yaşayan və yaxud da hansısa bir aranızda hansısa bir məcburiyyətlər ola bilər, amma bağlılıq var sizin aranızda. Yəni bir-birinə bağlı olan, bir-birini necə deyim, tamamlayan, əslində ayrı olsalar belə, onları nəsə bir-birinə bağlayan bir münasibətin enerjisi var burada. Yəni ki, sizi bir-birinizə övlad bağlaya bilərsiniz, bir-birinizə müəyyən bir bədənsəl ehtiyaclar bağlaya bilər. Yəni burada sevgidən ziyadə artıq sanki sevgi yolunu siz keçmişsiniz, burada bir-birinizə bağlandığınız enerjilərdəsiniz. Yəni insan sizinlə ruhunun tamamlandığını düşünür. Amma yenə də nələrinizə yetərsiz olduğunu və aşırı risklərdən qaçınan bir düşüncəyə sahib olduğunu sizə söyləyə bilərəm. Sizə qarşı yolculuğu varmı? Eyləmi var, yolculuğu var. Əgər aranızda soyuqluq varsa, əminliklə deyirəm ki, gələcək. Yəni bu gəlməyəcək deyə bir mövzu burada əsla yoxdur. İkili zaman dilimlərinin aktivliyində insanların sizə addımları, eyləmləri olacaq. Zaten hər addımında sizə qarşı hərəkətlənmə var. Yəni dediyim kimi, ola bilər siz 2 gün danışmırsınız, 3-cü gün danışırsınız, heç nə olmamış kimi. Bir həftə danışmırsınız, o birisi gün yenə də danışırsınız, heç nə olmamış kimi. Aranızda ayrılıq olsa belə, yəni birləşmələrin, barışığın enerjisinin də aktiv olduğunu söyləyə bilərəm. İnsan sizə həyatında lazım olması gərəkən, yəni həyatında olmalıdır. Sanki siz onun həyatında olmadığınız zaman insan qəribə bir boşluq içində özünü hiss edir. Narsist ola bilər, egoist düşünə bilər. Dediyim kimi, Qoç bürcüdür, Oğlaqdır, Buğadır, Oxatan bürcüdür, Əkizlər bürcünü aktiv hiss edirəm. Digər bürclər də istəyə bilər. Bu arada tərəziləri də bir az hiss etmək olar. Amma bütün bürclərdə dediyim kimi dinləyib izləyə bilər, fərqi yoxdur.
Burada qeyd etdiyim kimi yüksələn ay bürcünüz də bu bürclərdən ola bilər. Dəyərli izləyicilərim, qərarsızlıq var insanın sizə qarşı duyğularında. Yəni düzdür, sürekli sizə gələn insan, amma sizə gəldiyi zaman belə, sizin yanınızda olduğu zaman belə nəyinsə arayışında olan bir insandır. Bunu da nəzərinizə çatdırım. Artıq burada kiminlə enerjim uyğundursa, kim izləyirsə, indi burada çünki bəzən olur ki, çox güclü sevgi enerjiləri hiss etmək olur və bəzən olur ki, soyuqluqlar, bəzən ayrılıqlar. İndi burada hiss etdiyim bağlılıqlar, bağımlılıq, tutqu, şəhvət hissinin güclü olması və bir-birinə bağımlı olan münasibətlər. Yəni bir-birindən əslində qopa bilməyən, amma hansı duyğuları hiss etdiyində də qərarsız olan münasibətlərdən burada söhbət gedə bilər. Dəyərli izləyicilərim, bugünkü seansımız bu qədər. Növbəti seanslarımızda görüşərik. Dəyərli izləyicilərim, hər zaman, hər daim pozitiv olun.